Xoş gəlmisiniz Zaur bəy verilişimizə. Salamlar, vaxtınız xeyir olsun. Verilişə dəvət etdiyiniz üçün təşəkkür edirəm, minnətdaram. Ümid edirik ki, müzakirələrimiz maraqlı olacaq, tamaşaçılar tərəfindən bəyəniləcək. Ümumiyyətlə, gündəlik həyatımızda stres yaşayırıq, müxtəlif səbəblərdən, istər ailədə olsun, istər iş yerlərində olsun və bu əsasən nə vaxt təhlükəli həddə çatır insanın səhhətində, psixologiyasında? Gəlin əvvəlcə baxaq görək stres sözü nədir? Stres insanın xarici qıcıqları olan bir cavab reaksiyasıdır. Yəni özünü müdafiə reaksiyasıdır. Stres bizim həyatımızın bir hissəsidir. Biz hər hansı bir iş görüşməsinə hazırlaşırıq, gedirik və yaxud da imtahana hazırlaşırıq. Bu zaman rahat bir şəkildə hazırlaşırıq. Lakin bir zaman keçdikcə, vaxt azaldıqca içimizə bir həyəcan gəlir, bir sıxıntı gəlir, narahatlıq gəlir. Daha tez-tez oxumağa başlayırıq, yaxud da ki, ona görə həyəcanlanırıq və iş görüşməsindən və yaxud da imtahandan sonra biz rahatlaşırıq. Və onu da qeyd edeyim ki, stres anında insanın beyni daha sürətli çalışır, daha geniş məfhumda düşünür, qısa zamanda daha düzgün qərarlar verə bilir. Bu normal stres reaksiyasıdır. Lakin bəzən elə olur ki, həmin bu hadisə bitdikdən sonra da, yəni imtahan olsun, iş görüşməsi olsun və digərlər də bitdikdən sonra bizim daxilimizdə narahatçılıqlar, həyəcan, sıxıntı, fikirlər davam etməyə başlayır. Və sadə bir şeylərdən, yəni adi bir nələrisə də biz onu daha çox fəlakətləşdiririk, daha da ağırlaşdırır, daha çox düşüncələrə səbəb olur. Bu narahatçılıqlar tək olan vaxtı, xüsusən axşamlar yuxuya gedəndə daha çox olacaq. Və insanın gündəlik həyat fəaliyyətinə, yaddaşı olsun, əfəruyyəsi olsun, insanlara münasibəti olsun, bunların hər birinə təsir göstərirlər. Və bu halda həkimə getməyə məqsədə uyğundur.